Belə bir məşhur sözlər var. Kasıb mərd olar, qoca arif olar, alim təvazökar olar, əsgər igid olar. Maraqlıdır, bəs həkimlər necə olar? Ortaq bir formula var. Həkimlik bayaq qeyd elədiyimiz kimi bizim üçün bir həyat tərzidir, həyat şəklidir. Normalda təbii ki, o bayaq bir protokollar dedik, müasir protokollardan danışdıq. Bir var müasir protokol həkimi, bir də var insanın, cəmiyyətin görmək istədiyi həkim. Protokol həkimi bütün imtahanlardan keçmiş, teoretik və praktik vərdişlərini təsdiqləmiş həkimə deyilir. Bir də var sosial cəmiyyətin verdiyi o ad, yaxşı həkim və ya normal həkim adı. Təbii ki, bugün cəmiyyətin tələblərinə cavab verən həkimlər yaxşı həkimlər sayılır. Bunlar da adətən kimlərdir? Birinci, bilgi olmalıdır. İkinci, o bilginin arxasında duran səmimiyyət, mehribançılıq, insani dəyərlər deyək də bunlara. Yəni, normal insani dəyərlər. Bilgidən istifadə bacarıqları, bilik və bacarıqları olmalıdır və insanın emosional zəkası üstün olmalıdır. Qarşındakı insanın sosial statusundan və təbəqəsindən asılı olaraq normal həkim və ya yüksək səviyyəli həkim o anlama təvazökarlıq və s. o insana görə dəyişir. Normal, bugünkü günün həkiminin qarşısında qoyulan tələb qarşısındakı insana empatiya hissi olmalıdır. Yəni, onun dərdini anlayıb, onun gözü ilə o dərdə baxmalıdır və qarşındakı xəstəyə onun probleminin həllində öz problemi kimi qəbullanmalıdır. Çünki xəstə bizə niyə müraciət edir? Öz dərdinin, öz probleminin Ramil müəllim həllində təcrübə və bilgi əksikliyi var. O bizdən təcrübə və bilgini almaq üçün müraciət edir. Artıq həkimlik budur ki, xəstəsinin və ya ona müraciət edən pasiyentin bilgisi roluna girir. Amma burada həkimlə xəstənin arasında bir emosional bağlılığı olmalıdır, səmimi, dürüst bağlılıq ki, o xəstənin problemlərini özünkü zənn edib, özünkü kimi yönləndirsin həllini.